Neyse, yeni gündən salamlar olsun. Raul biraz atışdırır. Ona kimdən mən tez yeməyini hazırlayın verim. Bugün də yenə kaş olacaq. Bu arada bu Raul'un ən sevdiyi kaşın növüdür. O birislərini bir də görürsünüz yarım saxlayır, amma bu növünü həmişə axıra kimi yeyir. Biraz yağ əlavə edirəm, biraz ləkə əlavə edirəm. Tez gedim yedirim, özünüz də eşidirsiniz də səsini necə agresiv olur ac olanda. Raul, kuşit хочешь? Молодец, 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 молодец. Yeməyini yedim. İndi də istəyirəm ki, bezini dəyişim və nə qədər ki yuxusu gəlməyib, marketə çıxaq, gəlir. Bu alt açma bezin yaxşı ki almışam. İnanırsınız, o qədər xəta bəladan qoruyub ki, mənim bu divanımı. Bu olmasaydı, divanım bəlkə də indi heç yaxşı vəziyyətdə deyildi. Hara hazırlaşırsan sən belə? Yaraşıqlı oğlan. Bura bax. Pişik çağı. Miau elə. Miau. İndi isə istəyirəm buradakı dolabları səliqəyə. İndi buranı çalışacağım ki, sizə çəkə-çəkə düzənləyim. Burada əvvəl kosmetikalarım idi, sonra bijuteriyalarımı yığmaq qərarına gəldim. Amma görürəm ki, o qədər də yəni bijuteriya taxan biri olmadığım üçün bütün bu bölməni ona ayırmağım düzgün deyil. Kosmetikalarımı isə burada yığmışam. Bir bu qədər də istifadə eləmədiklərim var, onları ayırmışdım. Bunlarsa burada çox gözümü yorurlar. Yəni dolu-dolu görünür. O da biraz otaq zaten balacadır deyə biraz da otağı boğur. Ona görə düşünürəm ki, bunları təzədən yenə bura yığım. Amma əvvəlcə buradakı bijuteriyalarıma da yer tapmalıyam. Əvvəlcə buranı açaq. Burada deməli saç fenləridir. Aşağıda isə yəni ıvır-zıvır hər şeyi qatmışam bir-birinə. Balam dəymə. Bu arada Sleepy'nin bu rəngini ilk dəfə alıram. Hər zaman yaşıl alırdım. Yaşıl olsun çox bəyənirəm. Mavi də alırdım. Yaşıl tapmayanda. Bu səfər Arap sabunlu götürüm. Görün bu necədir. Buranın kabaca türklər demiş tozunu aldım. İndi isə bura saç fenlərini yığacağım. Qutuda belə bir 2 ədəd saç fenim var. Bunları çox nadir istifadə edirəm. Ona görə həm də səliqəli dursun deyə belə qutuda saxlayıram. Daha sonra üzərinə bunları qoyuram. Düzləşdiricimi qoyuram və saç buradan fen. Bura məncə səliqəli oldu. Bu nədir bilmirəm. Nəysə, bura belə. İndi keçək bu qata. Bu arada göstərməyi unutdum. Belə bir şey də var. Bu bilənlər bilir əslində nə üçündür. Saçları biraz islah formada buna doluyursunuz. Bir gecəni bundan yatırsınız. Səhər uyanırsınız ki, dalğalı saçlarınız olur. Bunu da qoyun bura. Nəysə. Buranı da boşaltdım.
Deməli, əgər bir yeri yığmaq istəyirsinizsə, bir körpə ilə, ona başqa bir yeri dağıtmağa icazə verməlisiniz. Aşağı bölməni də belə yığdım. Bura dəftərlər, kitablar. Bu yoldaşımın qutusudan heç dəymədim də. Burada da bəzi ıvır-zıvırlar var idi. Hamısını bir araya yığdım. Böyle bir kutuya. Brelok falan, adaptör, USB, böyle şeyler. O kutular rəsmi lazımsız. Bana saxlamışam da nə bilim. Bura belə. Bir də ki, burada boş qalan yerə də belə kutuda sənədlərimiz var. Onları da bura qoyacağım. Все. Bu bölümə hazır. İndi keçəcəm yana yığışdırmağa. Amma əvvəlcə Raulun yeməyini yedirim. Daha sonra bura əl atacağım. Все, bu rəflər də hazır. Burada laklarımdır, qayçı falan belə şeylərdir. Burada isə saç aksesuarlarımdır. Bu mərtəbədə isə bu şəkil albumudur. Bu çərçivədir. Əslində bu çərçivəni çıxardım. Stolun üstünə qoyum. Yeri açılacaq çünki. Burada da süd sağma aparatımdır. Yenə kutulardır. Bunların içində yəni lazımsız ıvır-zıvırlardır. Kutulara yığdım ki, səliqəli görünsünlər. Bu da yenə iş yerimdən qalıb maqnit. Neydi bunun adı? Yaxalıq, yaxaya taxırlar. Elə. Raul da burada oturub öz işləri ilə məşğuldur. İndi isə buraları yığışdıracağım. Bu dolabı ən son bir videomda ümumilikdə yığışdırmışdım. Ondan sonra demək olar ki, heç səliqəsi pozulmadı da. Ona görə də üzdən, yəni burada bəzi əşyalar var ki, çıxartmışam, biraz dağılıb. Üzdən ümumi yığışdıracağım və son nəticəni də göstərəcəm. Buralar da tamam. Buranı yığışdırmağım heç 5 dəqiqəmi çəkdi və belə. Bu qaydada. Aşağıda isə burada Raulun paltarlarıdır. Çoxsu çöllük paltarlardır, amma bu qutularda isə ev paltarlarıdır. Burada da bodiləri, corabları, kolqotları belə şeylər yapmışam. Rahatdır. Belə. Burada Raulun saçlarıdır. Özüm qırxmışdım saçlarını. Bir qismindən maraqlı bir şey düzəltmək istəyirəm. Daha doğrusu düzəltdirmək istəyirəm. Amma yenə də nə bilim atmağa qıymıram, saxlamışam burada belə.
sonra Notun belə bir pudrası var. Amma digər məhsullardan fərqli olaraq bu pudranı heç bəyənmədim də, yəni. Bilmirəm, üzümə düşmədi. Həm də rəngi də tünd idi. Keyfiyyət açısından da üzümə düşmədi. Altında da belə bir kubkası var. Daha sonra Notun ənliyi ilə bronzeri. Bunlar alanda zaten elə satışda bu rənglər var idi. Bir üstəgəl bir idi. 10 manat idi biri. Birini alana, digəri də hədiyyə idi. Mən də ona görə düşündüm ki, 2 dənə rumyana götürməkdənsə və yaxud 2 dənə bronzer götürməkdənsə bir dənə rumyana, bir dənə bronzer götürüm. Onlar da dedilər, hə, problem deyil, götürə bilərsiniz. İkisi də çox gözəldir, rəngi də yəni superdir. Keyfiyyət olaraq da çox gözəldir, rəng olaraq da. Daha sonra Golden Rose'un yenə bir pudrası. Mənim deyəsən pudralarla aram heç yaxşı deyil. Bunu da bəyənməmişdim. Baxın, təzə kimi də qalıb, yəni. Bir damcı istifadə eləmişəm. Təzə kimi də qalıb. Yenə də şans verirəm də, saxlamışam hələ ki. Formarın bunu tələbəlik zamanlarında istifadə edirdim. Hətta tələbəlik vaxtı başqa bir firma istifadə edirdim. Daha sonra onu tapa bilmədim. Bu rəng ona çox oxşuyur deyə getdim bunu aldım. Amma bunu da çox bəyənmədim. Ona görə bu da qaldı belə. Bunu da bura qoyaq. Bu highlighterda o qədər də bəyəndiyimi deyə bilmərəm. Adi bir dükandan almışdım. Daha lazım olar. Qalsın bu da. Və ən sevdiyim qaş geli. Çölə çıxdımsa, üzümdə heç nə olmasa da olar, amma qaşlarımı mütləq də aramalıyam. Dibinə gəlib çıxmışam. Haradaysa 14 manat bu qiymətə almışdım. Bu bölməyə istəyirəm ki, gözə aid olan məhsullarımı qoyum. Bu tuju 3-4 ildə almışam. Sadəcə olaraq suya davamlıdır deyə gündəlikdə istifadə eləmirəm. Ancaq toydan toya istifadə edirəm. Amma qəşəng tujdur. Həqiqətən 3-4 il qalmağına baxmayaraq qurumur. Və Eveline, bunu bəyənmədim. Bunu yoxlamaq üçün almışdım. Bəyənmədim. Hətta bir dənə də kosmetik çantam var. Orada da 3-4 dənə tujum olmalıdır. Hansılar ki, yarımçıq-yarımçıqlar. Amma çox istifadə eləmirəm deyə bura doldurmuram ki, dolu olmasın da bura. Vivienne Sabodan belə bir qaş gelidir. O qədər də bəyənmədim. Yəni qaş sabunu daha məsləhətlidir məncə. Bunda Vivienne Sabonun Catrice göz tuju ilə bir qutuda, belə hədiyyəlik qutuda dəst idi. Elə almışdım. Daha doğrusu tuja görə almışdım. Tuju yoxlamaq istəyirdim. Yanında da bu da hədiyyə idi deyə götürdüm. Daha sonra Tarte'ın belə bir konsileri. Rəng olaraq biraz mənim dərimə açıqdır, amma idarə eləyir. Daha sonra gözdən davam ediriksə liner. Lineri Golden Rose'undur, bəyənmədim. Çünki baxın necə qalındır. Çox qalındır, bəyənmədim. Daha sonra, amma saxlamışam da, yəni lazım olar deyə. Bu adi bir firmadır. Bunu təcili göz qələmi lazım idi deyə yol üstü hansı bir mağazaya girdim. Oradan aldım. İndi heç yerdə tapa bilmirəm bunu. Necə göstərim sizə. Gərək bayaqdan işığı yandırardım, daha rahat çəkim olardı. Bu firmanı tapa bilmirəm heç bir yerdə, amma çox gözəldir. Çox da münasib qiymət almışdım. 3-4 manat civarı bir qiymət idi. Çox gözəldir, həqiqətən. 1 il əvvəl almışam. Hələ də gəlir, yəni çox gözəldir. Bir də bir də Kikonun belə bir şeyini almışdım, göz linerini. Amma qalındır deyə biraz çəkmək narahatdır. Daha sonra və bu Oriflame-dəndir. Oriflame-dən əldə eləmişəm. Qaş qələmidir bu. Gözəldir, xoşuma gəldi, razıyam. Burada pomadkası buradadır. Burada da belə fırçası var. Belə. Daha sonra Notun belə bir, nə deyirlər buna? Makyaj tamamlayıcı spreyi var. Yəni makyajınızı tamamladıqdan sonra
Makyaj fiksatora da belə deyək, yəni fiks saxlayır. Bir neçə saat boyunca makyajınızın dağılmamasına kömək olur. Nəysə, bundan da razıyam. Bunu da yenə notda başqa bir məhsulu alanda 1/1 idi. Bunu aldım, üstündə də başqa bir məhsul hədiyyə. İkisi bir yerdə 10 manat belə. Bu da qəşəng idi. Və saç vaksı çox bəyənirəm. Yayda daha çox istifadə edirəm, at quyruğu falan yığanda. İşte o qədər də vaksa ehtiyac olmur, çünki papaq taxıram. Bu da burada. Daha sonra buraya dodaq qələmlərimi qoyacağım. Göstəriləcək bir şey yoxdur, çünki mən də hələ ideal dodaq qələmimi tapa bilməmişəm. Aday. Bir dənə belə qab qoyum. Deyən nə üçün? İndi göstərəcəm. Bura istəyirəm dodaq boyalarımı qoyum. Hansılarını 2 əsla istifadə eləməmişəm, amma əsla da atmağa qıymıram. Mən bütün kosmetikalarımı tələbəlik vaxtında başlamışam almağa. Və çoxsunu da əlbəttə ki, o zamanlar anlayışım olmadığı üçün o qədər də düzgün seçim eləməmişəm. Bu rəfiqəmin hədiyyəsi idi universitetdə. Nəysə, amma yenə də lazım olar deyə atmağa da qıymadığım üçün saxlayıram. Daha sonra bunu bilmirəm niyə almışam, əsla istifadə edə bilmirəm. Yəni bunu çəkirəm, çöldə külək olur, bir şey olur, saçlarım gəlir dodağıma yapışır. Çox narahat, düzdür, yaraşmağına yaraşır, amma çəkə bilmirəm, çünki dediyim kimi küləyə görə narahat oluram. Daha sonra Notun belə bir pomadası var. Bu da çox gözəldir rəngi. Sadəcə olaraq mən artıq belə dodaq boyaları istifadə edə bilmirəm. Çünki dodağım qurumağa başlayır və çox pis görüntü alınır. Ona görə də mən hər zaman əvvəlcə dodağıma belə bir nəmləndirici çəkirəm. Və yaxud da Golden Rose'un bu rənglidir, digəri rəngsiz idi. Bunu baxın dibinə kimi istifadə eləmişəm. Bu isə sadə nəmləndiricidir. Bunu çəkirəm. Daha sonra dodaq qələmi ilə kontur keçirəm və vəssalam yəni. Konturu biraz da ortaya yayıram, vəssalam. Bu arada Oriflame-lə bir dənə də belə konsilerim var. Divan seriyasına aiddir. O qədər də bəyənmədim, nə yalan deyim. Bunun içində 12 dənədir. Digər rəngləri tünd idi, ona görə qaldırmışam aradan və 2 dənə də belə buna bənzər rəngləri var idi. Onları isə dibinə kimi istifadə eləmişdim. Nabor olaraq almışdım bunu, 20 manat civarı bir qiyməti içində 12 dənə idi, səhv eləmirəmsə. Amma keyfiyyətini çox bəyəndim, həqiqətən, yəni superdir. Baxmayaraq ki, orijinal deyil, amma çox qəşəng qalırdı, yəni hopur da olmurdu. Bu da belə. İndi sizə göstərmək istəyirəm. Ralda buralara baxın, dağıdıb. Nəysə, indi sizə göstərmək istəyirəm. Buranı belə yığdım. Məncə daha səliqəli oldu, istifadəyə də rahat. Burada isə bunu yuyacağım. Digər sponjuru al bilmirəm, hara atdı. Bunu götürəcəm ortalıqdan. Fırçalarımı yumalıyam. Fırçalarımı da istəsəz, yəni tez göstərə bilərəm. Real Texnikindir, çoxsu xonçamda gəlmişdi. Bunlar isə tələbəlik vaxtı istifadə elədiklərimdir. Məsəl üçün, bunlar da yenə belə dəst formasında almışdım. Bunu ayrıca almışam, bu bronzer üçün çox gözəldir. Daha sonra nə göstərə bilərəm? Bu qədər belə. Tonalini isə bu fırça ilə yayıram. Nömrəsini də göstərim sizə. 200. Çox rahat fırçadır. Siz bir buna baxın, siz bir balacaya baxın, nə etməyə çalışır. Çən paletlərini də bura yığmışdım. Əslində görüntü olaraq çox səliqəli, gözəl görünürdü. Sadəcə olaraq, bilmirəm, ürəyim sıxılırdı. Buranı dolu görürdüm, ürəyim sıxılırdı. Nəysə, bura bitdi. İndi qaldı əsas məsələ bijuteriyalarımı bir yerə yığmaq. Onu da sizə çəkib göstərəcəm birazdan. Oy, Ralın supuna qoydum bişsin. Deməli, nə var burada? Kök, bulgur, kənd çolpası, brokoli, gül kələmi,
Bir də biraz zeytun yağı ilə duz. Bu pişənə kimi isə Raulka aquşasını yeyəcək. Babam, hoçuş. Saçları da uzanır. Az gündən əvvəl hələ ki kəstirməyi düşünmürük. Əslində mən uzatmaq istəyirəm, amma bilmirəm, bəlkə ad günü üçün biraz səliqəyə salarıq. Ondan sonra artıq uzadarıq. Молодец. Əl çal, Raul, əl çal. Молодец, молодец, молодец. O nədə içirsən sən elə, hə? Nə içirsən sən? Молодец, молодец, молодец. Buranı boşaltdım. Siləcəm və buram daha sadə bir şeylər qoyacağım. Amma gələcəkdə inşallah yer eləyib qoyaram bunları. Belə bir saat qabı var. Bunu mən yoldaşıma hədiyyə eləmişdim. Amma gördüyünüz kimi hamısı mənim saatlarımdır. Sadəcə bu yoldaşımındır. Qoyuruq bura. Bir də belə bir şey var. Bunu mən yoldaşıma hədiyyə eləmişdim. O qar kürələrini çox sevir. Ona görə də mən də ona bənzər bir şey hədiyyə eləmişdim. Bunu toka taxan zaman rəngarəng olur. Əslində kaş ki bir rəng olsaydı, sarı və yaxud ağ rəng olsaydı, rəngarəng olur. Bir dəqiqə, qabaq tərəfi deyəsən belədir. Bəy, gəlin, bunu yəni ad gününə, evləndiyimiz gün, qız toyu olduğu gün yoldaşımın da ad günü idi. Ona görə ona belə mənalı bir şey hədiyyə eləmək istədim. Düzdür, başqa şeylər də hədiyyə eləmişdim, amma bunu da istəyirəm bura qoyum. Bura belə. İndi qaldı buranı düzəltməyə. Hə, bu arada bijuteriyalarımın hamısını bir araya yığdım. Sizə qısaca göstərim nələr var. Belə bir şeylərim var. Bunları almışdım hər halda 2018-ci ildə. Bunlar da yenə 2020-də səhv eləmirəmsə almışdım. Bunları deyəsən mən almamışdım. Bunları mən kukuruzdan çıxmışdı ya hardansa. Nəsə elə xatırlayıram ki, mən bunları almamışdım. Bunlar hardansa çıxmışdı. Hətta çox təəccüblənmişdim. Və belə bir şey də var. Burada bayaq göstərdiyim elə qolbaqlardı. Əlavə içinə qoymadım. Burada yay qolbaqlarımdır, rəngarəng falan. Hətta bəlkə bir 10-15 dənə də hədiyyə vermişəm də. Bu bir dənə qızıldır. Digərləri amma sadə qolbaqlardır. Bəlkə də bir çox rənginə, hansı rəngdən ki istifadə eləmirəm. Uşaqlara falan hədiyyə vermişdim. Elə belə yəni. Amma yayda həqiqətən lazım olur dənizə falan gedərkən taxmağa. Ona görə saxladım. Sonra burada da yenə sırğalarımdır. Bura üzüklərimi düzdüm. Yəni olan üzüklərim bunlardır. Bijuteriya olaraq olanlar bunlardır. Burada da sırğalardır. Belə necə göstərim sizə. Bunu mənə neçənci sinif idi? 5-ci, 6-cı sinif yoldaşım hədiyyə eləmişdi 8 Mart'a oğlan. İnanırsınız, mənə elə gəlir ki, bu hələ də trenddədir də, yəni. Hələ də taxıram. Daha sonra bunları çox sevərək taxıram. Bunları da sevərək taxıram, bayquşlar. Və bunlar da yenə gündəliyə çox sevərək taxıram. Yəni mən taxanda bacardığım qədər balaca taxmağa çalışıram. Bilmirəm, bijuteriya, makyaj son zamanlar mənə çox yorucu gəlir. Amma yenə də çalışıram ki, eləyim. Nəysə, bu qabı da çox bəyənirəm həqiqətən. Səyahətə falan gedəndə bijuteriyalarımı bura yığıram, gedirəm. Burada nə var? İndi göstərəcəm sizə. Burada yoldaşımın nə deyirlər bunlara? Adı yadımdan çıxdı. Qola taxmaq üçün qol düymələri. Qol düymələri, amma bunların başqa adı var. Tudors'dan almışdım bunları toyda taxmağı üçün. İkimizin baş hərfləri. Belə. Daha sonra burada sadə komplektdir. Göstərməyəcəm. Zaten gözəl bir şey deyil. Və burada bunu yayda sevərək taxıram.
Daha sonra bu yoldaşımındır. Maşını üçün aksesuar düzəltdirmişdi özünə. Belə bir sepim var. Bu ən sevdiyim sep ola bilər. Həqiqətən çox bəyənirəm bunu. Qızıl və incinin ikili birlikdəliyi çox gözəl görünür. Bunu hələ ana olmamışdım. Rəfiqəm ad günümə, iş yoldaşım da doğrusu ad günümə hədiyyə eləmişdi. Bunu yoldaşım düzəltdirmişdi. Bunun klonu da var, amma o kadar çirkin klonu idi ki. Sepi qəşəkdir. Sepini saxlayacağım. Sepini taxıram hələ də, amma klonu taxmıram əsla yəni. Sonra belə bir maral sepim var. Bunu da daha çox qışda taxıram. Yəni maral deyəndə adamın ağlına yeni il gəlir, qış gəlir. Onu da yoldaşım hədiyyə eləmişdi. Qızıl rəngdə, amma gümüşdür. Belə bir sepim var. Bunu deyəsən Türkiyədən almışdım. Niyəsə elə xatırlayıram, yoxsa buradan almışdım. Və eynəkləri də belə qablara yığdım. İndi bunların hamısını yığacağım bura. Düzdüm belə arxaya istifadə etməyəcəyim bijuteriyalar düzdüm. Qabağa da bunları, yəni gündəlikdə əlimi uzadanda gündəlikdə istifadə etdiklərimi də belə qabağa düzdüm. Aşağı isə burada biraz boş yerim var. Burada eynəklərimi qoyacağım. Bu arada istəyirəm yeni eynəklər də sifariş verim. Hazır. Bence daha səliqəli bir görüntü oldu. Belə bu Ralın kamerası həmişə burada qalır. Buradan belə yataqda olanda yəni görə bilirəm rahat. Buralarda belə. Bu arada dünən sürətimi ala bilməyib yatağın bazasını da düzənlədim. İndi hətta istəyirsiniz açım sizə də göstərəm. Buranın da belə düzdür, biraz dağınıq görünür arxa tərəf, amma burada istifadə etmədiyimiz balışlar, yorğanlar belə şeylərdir. Orada yay paltarlarıdır. Bu da mənim digər servizimdir. Bu serviz məncə hər evdə olmalıdır. Yəni hər kəsdə var. Nə deyirlər? Bunun adına Versace. Belə. Bir də bunun altında yemək dəsti də var. Yəni ikisi birindədir. Həm çay dəsti, həm yemək dəsti. Bu əvvəl kladovkada arxa tərəfdə idi. Ona görə istifadə edə bilmirdim. Mən də daşıdım, gətirdim bura ki, burada olsun. Arada fərqlilik olsun, fərqli qab-qacaqda istifadə edeyim. Arxada o qutunun içində isə balaca, çox balaca, necə deyim, 1 metr. 1 metr də olmaz, 1 metrdən də balaca yolkamız var. Oyuncaqlar falan belə bir şey. Bu ildə hər halda yolka almayacağıq. Çünki Raulun hələ anlayışı yoxdur. Zaten yolkanı qursaq da onu dağıdacaq. Elə o balacanı qurarıq, ona bəsdir. Özü boyda deyil. Bu arada zaten mən mebellərimi də evə uyğun almışam. Yəni zövqümə uyğun deyil, amma otaq o qədər balaca idi ki, yəni tapa bildiyim ən balaca mebelləri aldım. Dedim 2 dəqiqə uzanım, ayaqlarımı uzadım. Biraz da Temu'dan Raul üçün bəzi əşyalar sifariş verim. O sırada Raulun otağı gətirdiyi vəziyyətə baxın. Hələ stollara baxın. Boşluğu hiss elədiniz də, yəqin ki, xalçam yoxdur. Yuyulmağa göndərmişəm. Buranın koridorun bir də mətbəxin xalçalarını göndərmişik yuyulmağa. İnşallah heç bilmədiyimiz, heç sifariş vermədiyimiz bir yerə göndərmişik. Ümid edirəm ki, qəşəng yuyarlar, yaxşı yuyarlar. Deməli, mən həmişə Sleepy'nin mavi və yaşılı ilə şüşələri silirdim, amma təmiz silmirdilər. Bilmirəm, şüşənin keyfiyyətindən idi, ya nə idi, güzgünün daha doğrusu. Üstündə yenə də salfetkanın izi qalırdı. Bu səfər bu sarını yoxlayacağım, görək bu da iz buraxacaq, başqa yox. Deməli, burada bu hissədə Raulun balaca barmaq izləridir, hamısı. Qucağıma götürəndə ora həmişə əl atır. Baxın, görürsünüz belə izlər qalır. İşığın altına baxın. İşığın altına burada görürsünüz belə salfetkanın izi qalır yenə də. Bilmirəm başqalarında necə qalmır, amma hər sildiyimdə qalır, məcbur qalıram yenə də şüşə silən istifadə eləməli olurum. Onun da yüngül pozmasını. Fəlləri bununla siləcəm. Bunu Rossmanndan əldə eləmişdim. Qəşəng təmizləyir həqiqətən. Heç bir iz falan saxlamır özündən sonra.
Gel. Uy sənə qurban. Son olaraq da kravatın bu hissəsi də bizdə güzgülü olduğu üçün və bir də buraları da çalışıram təmizləyim. Aşağı hissəsini, orada toz yığılır. Молодец. Синий. Вытащи синий. Молодец, молодец, молодец. Раул, смотри сюда. Молодец. Ağıllı balam. Gel indi bu birisi tərəfə. Молодец, молодец. Aferin Raula, aferin. Maşınlar erişdi. Sənə. Raul günorta yeməyini yedi. Perlovka supu idi burada. Bir damcı saxladı, amma əvvəl yox, çoxsunu yedi. Bu arada axşama da istəyirəm makaron eləyim. Burada toyuq butlarıdır. Butlardan birini ayıracağım, qaynadacağım. Raulun əlinə verəcəm, görüm özü yeyə biləcək, ya necə. Day. Ver mənə. Ver. Vermirsən. Bunu da çıxartdım ki, biraz otaq temperaturuna gəlsin. Ondan sonra soxunu çəkib verəcəm. Fiyatladım. Raulun da payına qoydum uca qaynamağa. Bunlar biraz qalsın, 4-5 saat. Axşam yeməyinə artıq makaronlarımı atdım. Artıq 15 dəqiqə ki qaynayır. Söndürəcəm. İndi baxaq. Nə vəziyyətdədirlər. Tam kıvamındadır, hazırdır. İndi bunu süzəcəm. Hazırsan? Baxırsan dadına? Gəl. Nəhayət, Raul artıq yatdı, gecə yuxusuna getdi. İstəyirəm indi toyuqları, butları qoyum pişməyə. Yoldaşım işdən gələnə kimi onlar artıq hazır olar. Bir də bir-iki xırda işim qalıb. Onlardan biri çaydanı yumalıyam. Deməli, bunu buradan çıxardım. Qoşuruq neçəyə? Toyuğa qoyuram. 22 dəqiqə göstərir. Amma 22 dəqiqə mən bir tərəfli pişirirəm. Sonra bitəndən sonra təzədən çevirirəm o birisi tərəfinə, yenə 22 dəqiqə pişirirəm. Yəni sırf 22 dəqiqə bəs eləmir. Bu özünün funksiyasıdır. Yəni heç nəyə dəyişmirəm. Sadəcə olaraq o yüz bu yüz çevirmək, yəni mənə daha rahat olur. Bu arada sizdən bir şey də soruşmaq istəyirəm. Bəlkə bilən olar. Belə bir bıçaq qabım var. Matdır, materialı. Görürsünüz, belə üstünə ləkələr sıçrayır, yağ ləkəsi falan və heç nə ilə təmizləyə bilmirəm. Aqressiv təmizləyici vasitələr də vurmaq istəmirəm ki, birdən zərər verər. Amma bilmirəm, yəni bəlkə bir fikriniz olar, bunu nə ilə təmizləmək olar. Bununla da çox rahat təmizlənir. Bu tərtəmiz. Bu arada içi də sildim. Oranı da həll elədim. Qaldı bir dənə çəniki buraya yerləşdirəcəm arxaya. Bir də ki, bu arada da ilk 22 dəqiqəmiz tamamlandı. İndi bunları çevirəcəm. Все, çevirdim. İndi bu birisi yenə gedəcək. 22, hətta daha çox edə bilərəm. Yarım saat. Üstüne toz yığır. İndi isə biraz çay içirdim. Bu arada mən çaydanın səsini şikayət edirəm. Gətirin səsi ondan daha yüksək çıxır. Nəysə, yox, ən azından daha tez qaynayacaq. Biraz çay içək.
Burada da videonun sonuna gəlirik. Əgər bura kimi izləyib bəyənmisinizsə, əgər sizə motivasiya ola bilmişəmsə, xoş enerji ötürə bilmişəmsə, səhifəmə abunə olun və like etməyi də unutmayın, xahiş edirəm. Fikirləriniz olarsa, rəylərdə bildirməyi unutmayın. Son videomdakı rəylər həqiqətən çox xoş idi mənə. Sözləriniz üçün, dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu günümüzü də belə tamamlayırıq. Ümid edirəm ki, bizi hansı gün izləyirsinizsə izləyin, o gününüz xoş keçsin. Ümumiyyətlə, bütün gününüz, həftəniz xoş keçsin. Şokoladımı aldım, çayımı süzdüm və sevimli serialımın finalına gəlirəm. Bu arada maraqlı bir serial, film nə məsləhət görə bilərsiniz. Bu tərz biraz romantik olsun, amma entrika az olsun. Son vaxtlar o qədər entrikalı seriallara baxırdım ki, əsəblərim yerdən bir olub. Onların stresini keçirtməkdən. Bu günlük bu qədər. Gecəniz xeyrə qalsın. Hələlik.